Bizə kvadratik funksiya verib, funksiyanın qrafiki verib və ABC-nin işarəsini deyir. Baxın, C buradır. Y oxu ilə bu parabolanın kəsişdiyi nöqtə. Bu C-dir. Y-in müsbət istiqamətində olduğuna görə C sıfırdan böyükdür. C böyükdür sıfırdan. Sonra qrafikin qolları aşağı olduğuna görə A sıfırdan kiçikdir. A mənfidir yəni. Və indi B-nin işarəsi müəyyən edək. Baxın, bunu mən bura çəksəm, x0 nöqtəsi hardadır? X-in mənfi yerindədir. Və bizim düsturumuz vardı. X0 bərabərdir. Mənfi B bölünsün 2A. X0'ımız mənfidir. Deməli, mənfi X0 bərabərdir. Mənfi B bölünsün 2 vurulsun. A'mız da mənfidir axı. Mənfi A'ya. Mənfi X0 bərabərdir. Mənfi B bölünsün mənfi 2A. Burada bunlar mənfilər müsbətləşir. Baxın, bunlar ikisi də mənfidir. Mənfi mənfiyə böləndə müsbət edir. Belə edir. Belə qalır. X0 bərabərdir. Müsbət B bölünsün 2A. B də bərabərdir. Mənfi 2A X0. Deməli, B'miz nədir? Mənfi oldu. B də sıfırdan kiçik olacaq. Deməli, A sıfırdan kiçik, yəni A mənfidir, B mənfidir, C isə müsbətdir. Cavab bu şəkildə olacaq.